Salam uşaqlar. Demək, biz keçən həftə sizlə qalmışdıq 31-ci sualda. 31-ci sualda bizə deyir ki, passive voice-da olan cümlələri seç. Birinci cümlədə guilty, günahkar deməkdir. Biz ümumiyyətlə yadda saxlayın ki, məchul növdə ola bilməyəcək cümlələr var ki, bunu 3 yazırıq biz. Buna 3 dənə qanunu var. Birincisi qanunu odur ki, uşaqlar, cümlənin sonu sifətlə bitə bilməz, sifətlə bitə bilməz. İkinci qanunu odur ki, cümlə there is, there ilə başlaya bilməz və yaxud da there is-in bilirsiniz ki, keçmiş zaman there was-dur, there-nın keçmiş zaman there were-dur. Üçüncü qanunumuz isə odur ki, yerlik əvəzinin isimsiz işlənən formaları var da. Hansılarda onlar? Mine, yours, his, hers, its, ours, yours, theirs. Yəni cümlə bunlarla bitə bilməz. Bu üç qanunu biləndən sonra, məsələn 31-ci sualda deyir ki, cümlənin sonu sifətlə bitirsə, o cümlə məchul növdə deyil. Yəni guilty günahkar sifətdir, important sifətdir deyə düzgün cavabımız 3-4 Y variantı qalır. 32-ci sualda isə yenə məndə cümlənin sonunda taste sifətdir və baxıram ki, üçüncüdə isə there is, there are, there was, they were varsa məchul növdə ola bilməz deyə 1-4, yəni C variantı uyğun qalır. 33-cü sualda baxıram ki, terrible sifətdir uşaqlar bu arada. Terrible dəhşətli deməkdir. Və məchul növü tapanda mütləq şəkildə cümlə bu formada olmalıdır. To be üstə gəlsin V3. To be üstə gəlsin V3. Baxırsınız ki, uşaqlar, birincidə to be-viz var, been. Amma late V3 deyil axı bizdə. Ona görə 2 ilə 3 Y variantı doğru cavabdır. 34-cü sualda isə baxırsınız ki, cümlənin sonunda new sifət var, ona görə ola bilməz və cümlədə to be üstə gəlsin V3 axtarıram. Və bütün cümlələrdə to be-ləri tapıram. To be-ni tapdıqdan sonra ondan sonra feilin 3-cü formasını axtarıram. Baxıram ki, birincidə typed V3 sayıla bilər. Amma 2-də barking-də ing ilə uşaqlar feilin 3-cü forması düzəlmir. Ing ilə davam edici zaman düzəlir. Yəni was barking hal-hazırda hürür deməkdir. Yəni keçmiş zamanda hürürdü deyirsiniz də biz ona. Üçüncüdə isə were left olar. Ona görə bizdə düzgün cavabımız 1-3 qalır, yəni D variantı qalır. 35-ci sualda yenə bu. Birincidə been var, düzdürmü? İkincidə yenə been var, üçüncüdə yenə was var, dördüncüdə was var. Baxıram ki, indi mən to be-nin formalarını tapdım. To be-dən sonra feilin 3-cü formasını tapmalıyam. Birdə left V3 ola bilər, amma abroad xaric deməkdir. Yəni bu feil deyil. Üçdə də was great, great də feil deyil deyə. Bir də was hidden var bizdə. 1-4. A variantı doğru cavabdır. Gizlədilmişdir deməkdir. 36-cı sualda baxıram ki, was var. To be-nin formasını tapdım, been-i tapdım. Was var yenə bizdə, yenə was var. Və baxıram ki, to be-nin yanında hansına feilin 3-cü forması var. Birincidə was Fred's fault, deyir ki, Fredin günahı idi. Yəni burada feilin 3-cü forması yoxdur deyə biri götürmürəm. Amma 2-də improved feildir, bir də 4-də examined feildir. 2-4 düzgün cavabımız qalır C variantı. 37-ci suala baxıram, yenə to be-ni tapıram, been var burada. Are var. Sonra ümumiyyətlə 3-də yoxdur to be. Bir də were var. Biz bilirik ki, zərər ilə başlayan cümlələrdir. Ümumiyyətlə 2-də özünüz fikir verin. To be-dən sonra görürsünüz isim gəlib. Yəni feil gəlməyib bizdə. Feilin 3-cü forması gəlməyib. Ona görə 1-4 D variantı doğru cavabdır. 38-ci sualda cümlənin sonu sifətlə, amazing-lə bitirsə və yaxud da məsələn cümlə there is, there are, there was, there were-lə başlayırsa, o cümlə məchul növdə ola bilməz. 39-cu sualda baxıram ki, cümlədə nə var? Gəlin baxalım. Birinci to be-ləri qurğulayaq. To be var burada. Burada da to be var. Yenə burada da to be var və yenə to be var. Və baxıram ki, feilin 3-cü forması hansı cümlədə var. Birinci cümlədə to be-dən sonra nə olsun to be var. Amma görürsünüz feilin 3-cü forması gəlməyib. İkincidə was found. Bu ola bilər. 2-ni götürürəm. Çünki find, found, found. V3-də sayılır. Üçüncü cümlədə was a chef late. Deyir, şef gecikir. Yəni late ümumiyyətlə yazı saxlayın ki, feil deyildir, o sifətdir, gecikmək deməkdir, gec deməkdir. Yəni 3-ü götürməyəcəm. 4-də isə deyir ki, was interrupted. Yəni interrupted feilin 3-cü forması deyə 2-4 düzgün cavabımız D variantı qalır. 40-cı sualda delicious sifətdir deyə olmaz və bundan başqa baxıram ki, was shining. İnglə demişik axı feilin 3-cü forması ing ilə yox, id ilə düzəlir. Qaydalı feillər isə id ilə düzələr. Məsələn, play, played, played. Amma qaydasız feil isə kökündən dəyişir və biz onu əzbərləməliyik. Məsələn, speak, spoke, spoken. Play, played, played. Bu formada olur da, yəni hərəsi fərqli cür olur. Nəysə, 3-də baxıram ki, to be var və feilin V3 forması var. 4-cüdə to be var, feilin 3-cü forması var. Cavabım qalır 3-4, yəni Y variantı.
41-ci sualda isə cümlə son sifətlə bitirsə o cümlə məchul növdə deyil. To be var, V3 var, düzdür. To be var, V3 var, düzdür. To be var, amma feilin 3-cü forması yoxdur. Ona görə 1-3 düzgün cavabım Y variantı qalır. 42-ci sualda baxıram ki, cümlə son sifətlə bitirsə, o cümlə məchul növdə deyil və 4-cüdə isə to be-dən sonra feilin 3 forması yoxdur deyə, 3-cü forması yoxdur deyə 4-də çıxır. 1-3 yəni C variantı qalır. 43-cü sualda tragic sifətdir deyə olmaz, amazing sifətdir deyə olmaz. 2-4 2 və 4 olan variant açıq sualdır. Bunlar artıq heavy sifətdir, up to date sifətdir. Yenə qalır 2-3. 45-ci sualda baxaram ki, to be üstə gəlsin V3 axtarmalıyam. Is planet to be üstə gəlsin V3-dür. Be eaten to be üstə gəlsin V3-dür. Amma 3-də ümumiyyətlə to be yoxdur deyə eləyə bilmərik. 4-də də to be yoxdur deyə cavabımız qalır 1 və 2. 46-cı sualda fresh sifətdir, olmaz. Və baxıram ki, başqa məsələm nə var cümləmdə ki, mən onu görmürəm. Məsələn, 2-də görün, to be yoxdur. To be indiki zamanda uşaqlar əmizardır, keçmiş zamanda was vardı, gələcək zamanda isə will be-dir. Məsələn, 2-də will-in yanında be-si yoxdur deyə o da səhvdir. Cavabım qalır 3, bir də 4. 47-ci sualda baxıran kimi interesting-i görürəm və zərə was there were-dən başlayırsa cümlə, o cümlə məchul növdə deyil deyə 1-2 doğru cavabdır. 48-ci sualda interesting sifətdir deyə qətiyyən olmaz. Və bir də to be üstə gəlsin V3 axtarıram, olar. Sonra 3-cü sualda yenə to be üstə gəlsin V3 var. 2-ci sualda was the article published in yesterday's newspaper? Was the article published in yesterday's newspaper? Impressive, hə, uşaqlar impressive də sifətdir, ona görə bu da olmaz. Cavabım qalır 2, bir də 4. 49-cu sualda important sifətdir, vacib deməkdir, official isə rəsmi deməkdir, sifətdir deyə düzgün cavabım 1, 2-dir. 50-ci sualda baxıram ki, aromatic sifətdir, colorful sifətdir deyə düzgün cavabım qalır 1 və 4. 51-ci sualda valuable dəyərli, vivid isə canlı deməkdir, 1 və 3 düzgün cavabımdır. Yəni cümlə son sifətlə bitirsə, sual cümlələri idisə, xüsusilə də o cümlələr məchul növdə ola bilməz. Zərə, was there were-dən başlayırsa məchul növdə ola bilməz. Nəinki zərə, was there were, həm də there will be də ola bilər. Ondan sonra bizə gəl cümlənin sonu yeri kəfəzinə isimsiz işlənən formalarına bitirsə, o cümlə məchul növdə ola bilməz. Məsələn, 52-ci sual talented, istedadlıdır. Zərə ilə başlayıb deyə 1 və 4 düzgün cavabdır. 53-cü sualda isə helpful, xeyirxah deməkdir. 2-də isə zərə ilə başlayıb deyə 1, 4 düzgün cavabdır. 54-də baxaran kimi expensive görürəm. Expensive bahalı deməkdir bu arada. 2-də isə zərə ifadəsi var deyə 1, 3 doğru cavabdır. 55-də expensive sifətdir, yenə olmaz. Və zərə ilə başlayıbsa olmaz. Düzgün cavabım 3, 4-dür. 56-da baxan kimi popular sözünü görürəm. Popular məşhur deməkdir bu arada. Baxıram və birinci sualımda zərə ilə başlayıb deyə yenə 3-4 qalır düzgün cavabım. 57-ci sualda yenə zərə var, olmaz. Qətiyyən expensive sifətdir deyə olmaz, 2-4 qalır. 58-də cheap, ucuz deməkdir. Cümlə zərə ilə başlayırsa o cümlə məchul növdə ola bilməz deyə yenə 2-4. 59-da cozy, rahat deməkdir uşaqlar. Bir də unusual, qeyri-adi sifət olduğuna görə 1-3 doğru cavabdır. 60-da effective sifətdir. Sonra baxıram ki, black and white sifətdir. 1-4 düzgün cavabdır. 61-də, 61, 62 bunlar biraz çətin mövzulardır, nə mənadadır. Yəni, burada baxan kimi görmək olmur. Bu cümlələri siz məchul növdə olduğunu bilmək üçün birinci bunu təsdiq cümləsinə çevirməlisiniz ki, oradakı temanı tutasınız. Məsələn, 4-cü sualda deyir ki, the games are played on the ice exciting. Və görürsünüz, cümlənin son sifətlə bitirsə, o cümlə məchul növdə deyil. Ona görə 4-də çıxdınız, cümlənin son sifətlə bitdiyinə görə. Sonra 1, 2, 3-də artıq heç bir şey görmək olmur da. Nə sifətlə bitib, nə zərə ilə başlayıb. Bu arada zərə ilə these are, these were bunları qarışdırmıyor. Bunlar başqa dərslərdir. This işarə əvəzidir. Zərə sadəcə bir şeyin varlığını bildirir, məlumat verir bizə. Belə olduğu halda uşaqlar bu cümlələri təsdiq cümləsinə çevirməlisiniz ki, baxaq görək həqiqətən də bunlar məchul növdədirmi? Birincidə deyir ki, these games, bu oyunlar were often played. Tez-tez oynanılır. Okey, bu əla. İkincidə isə deyir ki, these games deyə bilmədiyimizə görə, birinci deyəcəyik these were the games played in your childhood. Bunlar deyirsən uşaqlığında oynanılan oyunlardır. Yəni bunu bu halda belə yazsaz, these were the games. Görürsünüz, to be-dən sonra V3 gəlmədi. Ona görə 2 yanlışdır, 4 yanlışdır. Düzgün cavabım 1 və 3 qalır.
62-ci sualda bu tipdir də. Woolen məsələn yundu, 4 çıxdı. Qalanlarını yenə təsdiqə çevirərək baxacaqsınız. Birincidə məsələn belə olacaq. These are the carpets made your mother. Bunlar sənin anan tərəfindən olmuş xalçalardır. Yəni bu cümləni təsdiq kimi yazsaz bu formada olacaq. These are the carpets made by your mom. Görürsünüz, to be-dən sonra hanı V3 gəlmədi axı təsdiqə çevirəndə. Ona görə bu olmayacaq. Demək, 1 çıxıram, 2 ilə 3 doğrudur. Amma 2 də belə olacaq. These carpets are made by your mother. Bu xalçalar düzəldilib sənin ana tərəfindən. 63-cü sualda to be var, amma to be-dən sonra V3 yoxdur. Sonra to be var, amma to be-dən sonra V3 yoxdur deyə düzgün cavabım 2, 3-dür. 64-cü sualda important sifət də olmaz. Növbəti burada nə var baxaq görək. Yours demişdik gərək əvəzliyinin isimsiz işlənən formalar olarsa o qəbul olunmur da. Yəni ya passive voice kimi götürə bilmirik. Bilirsiniz, burada da var məsələn. Burada permanent sifətdir, daimi deməkdir deyə 2, 3 doğru cavabdır. 66-cı sualda big sifətdir, young sifətdir deyə 1, 2 doğru cavabdır. 63-cü sualda valuable dəyərli, qiymətli deməkdir. Antik isə elə bildiyimiz antik, yəni köhnə düzgün cavabımız olacaq 2 və 3. 68-ci sualda nice sifətdir, olmaz. Ona görə 2-ni çıxdıq. Sonra baxıram ki, birinci sualda was var, amma to be the road leading to the kindergarten was cleared from snow. Bir olar. Demək, 2-də 3-dədir ki, the salary is paid to the employees high enough. The salary paid to the employees is high enough. Demək, burada görürsünüz cümlə sifətlə bitib. Enough-ı sadəcə orada yəni bizə verir. Məsələn, normalda necə deyirik, cümlənin sonu bitəndə too big, məsələn, so big. Amma enough sifətdən sonra işlənir axı. Burada bizi çaşdıran odur. Yəni cümlənin sonunda əslində sifət gəlib, enough onu qabaqlayıb da. Ona görə 1 və 4 düzgün cavabdır. 69-cu sualda isə baxıram ki, was that expensive watch advertising on TV sold? Deyir ki, that expensive watch deyir ki, həmin bahalı saat was advertised on TV sold. Yəni mənə uyğun gəlmir təsdiq cümləsinə çevirəndə. Yenə də saxlayaq. The walls have been newly painted. Divarlar təzəcə rənglənilib. Okay, bu olar. Are the skyscrapers built here safe to live in? The skyscrapers built here, burada tikilən skyscraperlər arabisiz hara gətirəcəyik, bura. Are safe to live in. Görürsünüz, to-be-ni də mən oraya qoysam, to-be-dən sonra V3 yoxdur. Ona görə 3 ola bilməz. The bridge destroyed by the storm is still remain unrepaired. Unrepaired təmirsiz deməkdir. Cümlənin sonu sifətlə bitib deyə olmaz. That expensive watch advertised on TV was sold. Deyir ki, həmin bahalı saat televizora reklam olmuş, satıldı. Cümlə belə qutaracaq. Was sold. Yəni, to-be üstə gəlsin V3 şəklində qutardığına görə 1 və 4 olacaq. 70-ci sualda isə nə deyir bizdən? Deyir ki, məchul növdə olan cümlələri seç. To-be üstə gəlsin V3, 1-i götürürəm. To-be var, amma V3 yoxdur deyə 2-ni götürmürəm. To-be üstə gəlsin V3, 3-ü götürürəm. To-be ümumiyyətlə yoxdur cümlədə 1 və 3 doğru cavabdır. 71-ci suala baxıram. To-be üstə gəlsin V3, 1-i götürürəm. 2-də ümumiyyətlə to-be yoxdur. 3-də yenə to-be üstə gəlsin V3, 3-ü götürürəm. 4-də to-be var, amma yanında V3 yoxdur deyə yenə 1, 3 doğru cavabdır. 72-ci sualda are published, to-be üstə gəlsin V3 götürürəm. Should be-dən to-be üstə gəlsin V3, 1, 2. 3-cü cümlədə ümumiyyətlə to-be yoxdur. 4-cü cümlədə been var, amma to-be-dən sonra yəni feilin 3-cü forması yoxdur. Are used, düpbədüz, people drink champagne. 2-də məchul növ bir şey görmürəm. Was renovated, məchul növdür. Is made, məchul növdür. Düzgün cavabım qalır. 2, 3 və 4. Bəli. 2, 3, 4. Yəni, çünki to-be üstə gəlsin V3-ü mən görə bilirəm də. 2, 3, 4 deyirəm və 1, 3, 4. Demək, had been left olar. Sonra baxıram, 2-də heç bir məchul növ görmürəm. Is developed olar. Was punished olar. Düzgün cavabım olacaq 1, 3, 4 və salam 1, 3, 4.